Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Şərti cəza almış bir nəfər cəzadan azad olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaların çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad ediliblər. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. İslah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunublar. Cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib. Qeyd edək ki, əfv olunanlar arasında 16 əcnəbi vətəndaş var. Onlardan 5 nəfəri İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanistan vətəndaşıdır. Beləliklə, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam ümumilikdə 220 nəfərə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin Azərbaycan prezidentinə ünvanladığı əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.